Doping sözü Afrika dillərində mükafatlandırıcı içki deməkdir. Lakin idman aləmində bu sözün mənası qadağan olunan maddələri təyin etmək üçün istifadə olunan testin adıdır. Belə ki, bəzi maddələr vardır ki, o maddələri idmançılar qəbul etdikdə onlarda əzələ kütləsi artır, performans yüksəlir, həmçinin dözümlülük də artır. Beləcə idmançılar qeyri-ədalətli şəkildə digər idmançılardan üstün olur. Bu maddələrə misal olaraq stimulyatorlar, steroidlər, həmçinin peptid hormonlarını misal göstərmək olar. İlk dəfə 1968-ci il Fransanın Alp dağları ətəklərində yerləşən Grenoble şəhərində qış olimpiya oyunlarında doping testləri icra olundu. Beləliklə, bəzi idmançılarda bu testin nəticəsi müsbət olduğundan onlar yarışdan kənarlaşdırıldı. Bəzi təbii dopinglər də vardır ki, onların müəyyən bir miqdarının doping testlərində müsbət çıxmağı problem törətmir. Belə ki, kofeinin müəyyən miqdarı icazə olunan həddə idmançıların doping testində çıxsa da, onların nəticəsinə heç bir təsir olunmur. Doping testləri yarışdan öncə, həmçinin yarışdan sonra da təyin oluna bilər. Əgər idmançıda bu testin nəticəsi müsbət çıxmışsa, onun nəticəsi ləğv olunacaq. Maraqlı məlumatların davamı üçün kanala abunə olub videoları bəyənməyi unutmayın.